Bak ha, təzə kanalım, köhnə kanalımdan çox aktiv olduğunu gördünüz. İnanın Allah'a 4-cü dəqiqədə 1505-ci, 7-ci, 8-ci dəqiqədə 2000'i keçdi. Heç təzə kanalda belə olmurdu. Maşallah 3300. Ay qadın zalim. Bu xalqın mehmana qabilə ehtiyacı var. Bu yaxınlarda cənub rayonlarında mehmanla qabilin şəkilləri vuruldu bütün divarlara. Polislər səfərbər oldu, İlham Əliyevin Lənkəran səfəri də var idi. Polislər səfərbər oldu və seçim kampaniyası deyə başladıldı. Məni deyilənmədəm, aləm dəydi bir-birinə, bütün polislərin boynu əyri qaldı və başladılar mehmanla qabilin şəkillərini götürməyə. O şəkillərin bir neçəsini sizə göstərirəm. Belə şəkillər. Prezident kim olsun? Səs vermək olsa kimə səs verərsiniz? Bəli, bəli. Mehmanlar aleysən, ay gözümün işığı, yenə qırxırsan mı? Alona'dan danışırıqsa. Mənim bilirsən ki, ancaq Alona ilə danışanda vaxtım olur daşlaqlarımı qırxmağa. Başqa... Değerli vətənəm, maşallah 40-40 mağında olsun. Baxın ha, şikayət gəlib kanallara, mehman yəqin ondan danışacaq öz sözlərini deyəndən sonra fikir verin. Nə gəlib bilirsiniz? Şikayətdə nə yazılsa yaxşıdır? Nə yazılsa? Siz bir adamı ölüm həddinə qədər çatdırmışsınız. Siz bir adamı, yəni adını Alyonadır, ölüm həddinə qədər çatdırmışsınız. Belə şey olar ha. Ben patlamayayım, deyim. İlham Əliyev, Mehriban Əliyeva, Arzu, Leyla gediblər şeyə, Xocalıya. Amma Alonanı özləri ilə aparmayıblar. Fikirləşiblər ki, bu Alonanı da şəhid anaların, qazi anaların qabağına çıxartsalar, birdən kimsə bunun sifətinə tüpürər də ki, başa düşdüm, ay İlham sən gəldin. Bəs bu qancığı nəyə gətirmisən? Yəni vəziyyət həqiqətən də çox pisdir. Bu gün İlham Əliyev 2 dənə fərman imzalayıb. 1. Mehriban Əliyevanı Rəqəmsal Şuranın sədri qoyub. Təsəvvür edirsən nə ediblər? O da bilirsən nə idi? Rəqəmsal Şura yox idi. Əvvəl Rəqəmsal və Texnologiya Nazirliyi var idi. Bu gördü ki, Əli Nağıyev, Zahid Oruc, Vilayət Eyvazov, bunlar bizlə bacarmır, Mehmanla, Qabillə bacarmır. İlham deyir ki, Mehriban, gəl buraya, namusumuzu sənə tapşırıq. Namusumuzu sənə tapşırıq və bu gün Mehribanı təyin eləyir Rəqəmsal Şuranın prezidenti. Bəs mən deyəndə ki, bu gicdallah ailə doymur, mənə heç kim inanmırdı. Bax, Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidentidir. Vitse-prezident, ölkənin vitse-prezidenti, birinci xanımı. Ayıb Heydər Əli Fondunun rəhbəri, indi də Rəqəmsal Şuranın prezidenti. Niyə doymur İlham Əliyev? Deməli, bu biz deyirik, o gəlin ocağa çəkər. Deməli, bunlar doymayan gəlin axtardılar, doymayan. Sergeyin üstündə, İqırın üstündə, tenisin üstündə. Bütün nəsli hakimiyyəti təmin eləsin. Bəli, bəli. İndi mən artıq başa düşürəm ki, bu İlham Əliyev Alyonadan niyə yapışıb? O nəslini doydurmaq üçün də, nəsli doydurmaq üçün Alyonanı, Amyonanı, o sənin ad qoyum, səni Amyona. Amyonanı gətirib ailə üzünə. Amma yenə də bu işləməyəcək. İkinci bugün fərman imzalayıb və hörmətli izləyicilər, diqqətli olun. Artıq 18 yaşa çatmamış internet istifadəçiləri sosial şəbəkələrə şəxsiyyət vəsiqə ilə girməyə... Qadın İlham Əliyev sanki namuslu, qeyrətli bir prezident kimi obraz yaradır. Efirin əxlaqını pozanları güya yığışdırır, müğənnilərə efir qadağası eləyir. Sən bilirsən də bizə görə efirlər dəyişir. Efirlər qadağalar bizə görə. Hə, bizə görə. Bilirsən nə? Qadın Əliyev, onların işi oydu ki, xalqın əxlaqını pozsunlar. Gördülər, bir də bizi hədəf alsınlar. Gördülər ki, nə bizi hədəf ala bilirlər, nə də bundan o tərəfə xalqın əxlaqını poza bilirlər. Ancaq hakimiyyət, millət ancaq bizə baxır. Bizə baxandan sonra onlar orada bizi bastırası meymunluq eləməyəndən sonra nə olacaq? Çox ağır bir şeyler olacak. Mehman, buna ayrıca yekə cavab ver. Bu İlham Əliyev baxdım ki, nətər olur mamış eləyən röya xalq artistini yayım qadağa qoymursan, hər dəfə daldan bir şey qucaqlaşırlar orada. Amma sən Talib Talih kimi, orada elə gözəl müğənniləri var ki, elə gözəl müğənniləri adı var. Sadəcə Katyola pul vermirlər, yəni pul hamıdan azalmışdır. Katyola pul verə bilmirlər. Üstəlik də, Katyola pul lazımı qədər verə bilmirlər. Və dəyərli həmvətənlərim, İlham Əliyev də Alyona söhbətindən görə qeyrətli prezident obrazını yaratmaq istəyir xalqın gözündə. Buyurun bu barədə biraz geniş danışın. Yəni bütün bu qanunlar, bax bu gün qanunlar qəbul olunub, fərmanlar imzalanıb, televiziyalarda güya əxlaqlı televiziya yaradılır. Bunun hamısını bax bu kişilər təşkil edib. Qabil, mən, Orxanı, Elşadı və digərləri. Sevinç Osman qızı, Qənimət, Əfqan. Bax biz yaratmışıq. İlham Əliyev indi Qabil düz deyir. Özündən nə yaratmaq istəyir? Ki bu namuslu, qeyrətli adam, bu qeyrətini itir bax, İlham Əliyev son bir ayda namusu da gedib, əxlaqı da, bu peysər çıxıb. İlham Əliyev son bir ay yarımda peysər çıxıb. İndi bu peysərliyini boşaltmaq üçün, İlham Əliyev peysərliyini boşaltmaq üçün nə edib? Deyir, mən indi televiziyalarda tolikdi, molikdi, zaurdu, nə bilim, daşşaqdı, nədir, bunları yığışdıracam və əxlaqlı televiziya yaradacam. Baxın, hörmətli izləyicilər, əsas məsələ nədir?
Biz görürsünüzmü? İlham Əliyevi o vəziyyətə gətirmişik ki, bu başlayıb işləməyə. Güya bu əvvəllər deyirdik də, televiziyalar əxlaqsızlıq təbliğ edir, oğraşlığı, fahişəliyi. Niyə indi hərəkətə keçdi? Çünki artıq İlham Əliyevə toxundu axı. Biz İlham Əliyevin o sinirlərinə toxunduq. İndi də özlərindən əxlaqlı, namuslu, qeyrətli kişilər obrazı yaratmaq istəyir, amma gələ İlham Əliyev. Elə ya. Gələ İlham Əliyev. Gələ İlham Əliyev. İlham Əliyev, sən artıq namusdan, qeyrətdən, əxlaqdan, milli mənəvi dəyərlərdən danışa bilməyəcəksən. Çünki səni biz göndərdik pensiyaya, nakauta göndərdik. Deməli bu səni aləm tanıyır. Deməli bu cındır köpəyoğlu. İndi kim ki Alona 6-ya baxmayıb, mütləq Alona 6 artıq İlham Əliyev nəm YouTube-a pasportdan girəcəksən, onu belləyəcəksən. Müğənniləri, katriola xəyanət edən müğənniləri hamısını efir qadağas qoyurlar. Adını belə qoyurlar ki, güya əxlaqı pozublar. Halbuki əxlaqı pozan Aygün kimilər, Röya kimilər heç xətrinə də dəyən yoxdur. İlhamın ailəsindən də əxlaqsız ailə var Azərbaycanda. Ay sağ. İndi ikinci məsələyə gəldik diqqət edin. Bu yaxından gördünüz ki, Milli Elmlər Akademiyasının hamısı yatdı. Aynen ne oldu bu köpək uşağının hamısı birdən mi yatdı? Yox. Bunlara deyirlər bilirsiniz nədir? Gözünüzü yumun, həm sensasiya yaradaq, həm də ozu da bu Milli Elmlər Akademiyası şadlıq sarayı eləyəcək. Vəssalam, bir daşdan iki quş. Üstəlik, ən əsasda müəllimi necə ki vurmayıblar, dedilər müəllim vurublar. Eləcə də indi limonzi. Yapay zeka ilə şəkillər hazırlayıblar. Öz də nədir? Kimsə gedib mehmanın razborkasını öz də kimdən eləyir? Limon Zeynən eləyir. Vay be! Ona bir açıqlama ver, sonra mən iynələyəcəm. Deməli dünən xəbər yayıblar ki, güya Lin Monzedi, Nil Monzedi, Lil Orxandır, nədir? Bu güya vurub şikəst eləyiblər Nil Monzeni. Mənim köhnə dostumu. Mənim İlham Əliyevin üzə duranı. İlham Əliyev üzə duran. Deməli xəbər yayıblar ki, ay bunu öldürüblər, bunu şeyiblər. Özdə xəbərdə də belə yazıblar ha. Mehman Hüseynovun bir dostu deməli qisas eləyib, qisasını alıb. Qisasına. Mən ümumiyyətlə bax efirlə deyirəm ki, mən zorakılığa qarşıyam. Dillə izah eləmək lazımdır. Dillə başa salmağı yaxşıdır. Bax görsən İlham Əliyevə biz çıtma vurmadan, kasetdən başa salmaq. Bax İlham Əliyevə biz çıtma vurmadan peysər olduğunu sübut elədik. Sübut, söz güclüdür. Ay mən də axşam yatıram. Zəng ediblər ki, qardaş, qisasını alındı. Qisasını alındı. Mən də yuxulayam, deyirəm ha, Bakını almışıq biz. Bakını İlham qaçıb. Nəsə elə. Bir də görəm ki, yazırlar ki, limonzeni şey ediblər, şikəst ediblər. Ay dedim bu boş. Yəqin deşik darıymış da böyürdən bir deşik açıblar da. Xoşuna gəlməyib o qoyulan deşik kiminsə. Bu olub. Sonra başa düşdüm ki, bu hökumətin oyunudur. Tuxta oyunu da belə deşovu, saxta oyunudur. İlham Əliyev götünü cırır ki, Alona Əliyeva söhbəti ikinci plana keçsin. Amma keçmir. Bu nə edirsə, bax bu qanun qəbul eləyir, Alona Əliyev altından çıxır. Nil Monzedi gedir, öldürürlər, yenə Alona çıxır. Ana bilim bir Kübra nədir? Başına dolanım sənin. O boyda Pakistan, Əfqanistana müharibə elan elədi. Alona söhbəti bastırır. Amerika o şey girer İrana. Amerika İran savaşda olacaq. Amma Alona söhbətindən biz orada baxmayacağıq.